Bitməz 10 dəqiqə. İki yana baxan çaş qalır. Azərbaycan atalar sözü. Hava bir xeyli soyumuşdu. Günortakı havadan indi əsər əlamət qalmamışdı. Bu fikir Mərdanın ağlından cəmi bir saniyə keçdi. Çünki küçədəki mənzərə onu hava haqqında düşündüklərini yaddan çıxardı. Divara cürbəcür plakatlar vurmuşdular. Plakatlar müxtəlif ölçülərdə idi. Amma şüarlar bütün plakatlarda oxşar idi. Mərdan plakatları ötəri nəzər yetirdi və yalnız pıçıldadı. Türkə ölün, türklər rədd olun, birləşin, Vahid Ermənistan, Naxçıvanı, Qarabağı, anası Ermənistana birləşdirək, yaşasın erməni xalqı. Mərdan pıçıldadığı şüarların xofundan özü diksindi, əti çimçəkdi. Küçə boyu evlər sanki üst-üstünə gəlməyə başladı. Başını göyə qaldırıb əllərini sezilməyəcək qədər açaraq anasının bəzən etdiyi kimi pıçıldadı. Allahım özün kömək ol, bizə, xalqımıza. Bu sözlərdən sonra biraz təskinlik tapdı. Özünə gəldi, addımlaya-addımlaya küçə boyu vurulan plakatlara baxdı və baxdıqca düşünməyə başladı. Bizim axırımız necə olacaq? Bu ermənilər yalandan bu boyda qışqırır. Bizimkilər, Azərbaycanlılar niyə susur? Xalqlar dostluğundan danışanlar niyə susur? Hanı dostluq? Mən bu küçələrdə qardaşlıq, Sovet xalqı şüarını heç görmürəm. Bu küçələrdə addımladıqca adam heç Sovet xalqı, xalqlar dostluğu sözünün doğruluğuna və o günün olacağına da inana bilmirəm. Yox Mərdan, sən nə danışırsan? Deyə Mərdan özü-özünə etiraz etdi. Yenidən düşünməyə başladı. Məgər yazılanlar, bu qədər deyilənlər boşdur? Oxuduğumuz kitablar, məktəblərdə müəllimlərimizin dedikləri yalandır. Qəzetlərdə dostluqdan, birlikdən, qardaşlıqdan yazır. Bu boyda da yalan olmaz ha. Bizim Azərbaycan ziyalıları da, Azərbaycan rəhbərliyi də dostluqdan, Sovet xalqının qardaşlığından danışır. Böyüklərimizin bir bildiyi olmasa, belə ürəkdən danışmazdılar, yazmazdılar. Hər halda kim yalan danışsa da rəhbərliyimiz, ziyalılarımız bir balaca belə bu sözlərdə yalan görsə xalqın gözünü açar. Kim etsə də özümüzünkülər xalqımızı məhvə düçar etməz ki. Başqa cür olsa deməzmi ki, ay xalqım, ermənilərdən bizə dost olmaz. Bir-iki çaqqal hələ erməni xalqı ha döy. Hə, bir-iki çaqqal erməni xalqı döy. Mərdan sanki biraz rahatlıq tapdı. Ona elə gəldi ki, məsələnin çözümünü tapıb. Özünün düz olduğunu sanki özünə ispat edircəsinə özü eşidəcəyi bir səslə pıçıldadı. Qanun deyilən bir şey var, hökumət var. Erməni xalqının da ziyalıları var. Müqəddəs vəzifəni şərəflə yerinə yetirən erməni müəllimləri var. Hər halda onlar da xalqların qardaşlığını istəyirlər və hətta yəqin ki, elə onlar öz xalqının küyə gedənlərinə başa salacaq ki, belə olmaz. Bu vəhşiliklərin insan adına, ən əsası Sovet xalqlarının adına yaraşmaz olduğunu mütləq deyəcəklər. Hələ milisləri demirəm. Onlar da əlbəttə qanunu, bütün dost xalqların əsayişini qoruyacaqlar. Çünki Sovet qanunları hamı üçün, bütün xalqlar üçün eynidir. Hər halda bütün bu olanlar anidən baş verdiyindən belə qarışıqlıq baş verib. Bunu başa düşən Azərbaycan rəhbərliyi də sülhün, dostluğun bərqərar olması üçün müdriklük göstərərək gözləyir. Hə, kimsə Azərbaycan erməni qardaşlığını poza bilməz. Mərdan getdikcə yaxınlaşan səsləri eşidərək düşüncə dünyasından real dünyaya qayıtdı. Bir dəstə erməni şər qarışmasına baxmayaraq hələ də küçədə idi. Yenə sevimli şüarlarını səsləndirirdilər. Dəstədəki ermənilərdən biri bağırdı. Gəlin görək o gedən kimdir? Deyə ermənilər başqa tinə tərəf vuruldular. Onlar Mərdanı görməmişdi. Mərdan tini dönən ermənilərin ardınca baxaraq düşündü. Görən indi o ermənilər məni tutsaydı, mən erməni Azərbaycan qardaşlığından danışsaydım, mənə nə cavab verərdilər? Yəqin ki, deyərdilər, ən axmaq adamsan sən və məni döyərdilər. Hə, buna heç şübhəm yoxdur. Bəs onda mən niyə elə bir dəqiqə əvvəl erməni Azərbaycan qardaşdır dedim və qardaş dediyim erməni məni indi tutarsa döyəcəyini bilə-bilə niyə belə düşünürəm? Anidən ağlına gələn cavab özünü daha yaxşı hiss etməsinə səbəb oldu. Çünki mən insani keyfiyyətlərə sahibəm. Hər qoyunu öz ayağından asırlar. Dərindən nəfəs aldı. Əsl Sovet vətəndaşı humanist olmalıdır. Milli qabığına gizlənməməlidir. Leninin də dediyi kimi, Sovetləşməni bütün kütlələr eyni cür qavraya bilməz. Demək ki, bizlər onlardan daha beynəlmiləlçi millətik.
Sanki kimsə belə olduğuna görə Azərbaycan xalqına böyük mükafat verəcəkdi. Amma niyəsə bu düşüncəsi Mərdanın çox xoşuna gəldi. Dərindən köksünü ötürdü. Mərdan son düşündüyündən sonra üzündə gülümsəmə oyandı. O son tini də dönüb dükana yaxınlaşdı. Qapını açıb içəri girdi. Əvvəl onu gülər üzlə qarşılayan erməni satıcısına ermənicə dedi: "Axşamınız xeyir. Necəsiz Mariya xala?" Mərdan özü də bilmədən özünü elə aparmaq istəyirdi ki, güya heç nə olmayıb. Onun erməni xalqına heç bir narazılığı yoxdur. Axı atalarımız yaxşı deyib ki, üz-üzdən utanar. Düşündü ki, indi Mariyanın ermənilərin fitnəkarlıq etməsi ilə nə əlaqəsi və nə günahı var. O sadəcə satıcıdır. Həm də çox gülərüz qadındır. Azərbaycanlılarla da həmişə yaxşı yola gedib. O əsla bizlərlə özlərinin düşmən olmasını istəməz. Mariya həmişəkindən fərqli olaraq bu dəfə çox soyuq şəkildə dilləndi. Salam. Mərdan bir qədər tutuldu. Amma özünü o yerə qoymadı. Düşündü ki, bəlkə başqa Azərbaycanlılar özü kimi düşünmədən Mariyanı da erməni fitnəkarlarının gözünə qatıb, onların yerinə Mariyanı dilboğaz ediblər. Ona görə də bu yazığın kefi pozulub və belə soyuq cavab verir. Mərdan belə düşüncəli olduğuna görə deyəsən özündən bir balaca xoşu gəldi. Gülümsəyərək dedi: "Mariya xala, niyə keyfin yoxdur?" "Heç." Araya sükut çökdü. Mərdan yenidən dedi: "Çörək verərsiz, zəhmət olmasa bir dənə çörək ver." Yenə niyəsə sehirli sözcük işlətməyə ehtiyac duydu. Qəribə olsa da Mərdan nə qədər humanist və anlayışlı biri olduğunu Mariyaya isbat etməyə ehtiyac duyurdu. Amma deyəsən Mariyanın belə bir ehtiyacı yoxdur. "Çörək yoxdur" deyə Mariya üzünü turşutdu. Mərdan utana-utana soruşdu: "Bəs o rəfdəki çörəklər nədir?" "O rəfdəki çörəklərin yiyələri var. Gəlib aparacaqlar. İşdən hələ gəlməyiblər." deyə Mariya əlini havada yellədi. Yenidən dilləndi. "Başa düşmədim, nə demək istəyirsən? Nədir? Öldürəcəksən məni?" Mərdan təəccübdən donub qaldı. Key-key gülməyə çalışaraq dedi: "Yox, o nə sözdür Mariya xala? Mən səni günahlandırmıram." "Necə yəni o nə sözdür? Havamızı, suyumuzu istəyiniz bəs deyil. Hələ arsız-arsız üzümüzə də durursunuz." Əlini belinə qoyaraq bağırdı. "Necə bəyəm səni günahlandırmıram? Sən məni nədə günahlandırmaq istəyirsən ki?" Mərdan keyyib qalmışdı. "Səninləyəm. Sən məni nədə günahlandıra bilərsən ki? Balam Qarabağ da bizimdir, Naxçıvan da bizimdir, Ermənistan da. Niyə çıxıb xarabanıza getmirsiniz? Nə vaxtdan sizin olub? Görən buralar. 50-ci ildən əvvəl burada barmaq sayı deyildiniz. Buralara köçüb gələn siz ermənilər olmayıb məgər? Arsız kimdir biz?" Mərdan bu dəfə dözə bilməyib açıldı. Mariyanın sifəti tamam dəyişdi. Daim toyuq kimi qaqqıldaya-qaqqıldaya gülüb, şirin sözlər deyən Mariyanın üzü, ovunu qapmaq istəyən əcaib heyvanları xatırladırdı. Ağzı köpüklənə-köpüklənə bağırdı: "Rədd ol burdan. Sənə satılası heç nə yoxdur burada. Başa düşdün? Bura erməni xalqınındır. Mən də erməni xalqına xidmət edirəm. Rədd ol. Kökü kəsiləsi türk." Mərdan bayaq düşündüklərinə görə özündən utandı. Daha belə həyasız qadına deyəsi söz tapmadı. Amma gözü pəncərədən şuar yazılmış dəmir lövhəyə sataşdı. İki ayaq üstündə yerə basırılmış qırmızı rəngli boyanmış dəmir lövhəyə iri hərflərlə yazılmışdı: "Eşq olsun Sovet xalqlarına, yaşasın Sovet qardaş xalqları." Mərdan əlini uzadaraq Mariya o lövhəni göstərib dedi: "Heç olmasa o sözlərdən utanırsan? Erməni türklərlə qardaş ola bilməz, olmayıb olmayacaq da. Erməninin tək qardaşı var, erməni. Rədd olun bizim torpaqdan. Siz Sovet ideologiyasına zidd hərəkət etdiyiniz üçün qanun qarşısında cavab verməli olacaqsınız." Mərdan dostundan küsmüş adam ədası ilə dedi: "Siz beynəlmiləlçi, Sovet xalqını, millətçilik toxumu səpərək məhv etmək istəyirsiniz. Sizin kimlərə ar olsun. Nə beynəlmiləlçilik? Sovet bazlıq salımsan. Nədir? Sən mənə öz millətimdən üstün olasısan, ya bərabər olasısan? Rədd ol başı xarab." Mariya əlini yellədi. Mərdan daha heç nə demədi. Sönüb çölə çıxdı. İçindən qeyri-ixtiyari bu sözlər keçdi. Qancıq ağzında qızıl kimi söz xırdalayır. Deyir ki, sizi öz millətimizə tay tutası deyilik. Biz isə yapışmışıq ki, yox, biz qardaşıq. Ala bu da cavab. Başını yelləyərək üzünü xeyli uzaqda olan digər dükana tərəf çevirdi. Artıq heç nə düşünə bilmirdi. Beyni tutulmuşdu. Key kimi dükana doğru gedirdi. Bircə çörəyi alıb salamat geri qayıtsaydı. Bir xeyli getmişdi ki, bir dəstə erməni onu dövrəyə aldı. Dəstənin içində ən yekəbər olan bağırdı: "Kimsən?" Mərdan təmiz erməni aksenti ilə danışması onun karına gəldi.
Bayaq döyülən oğlan gözünün önünə gəldi. Azərbaycanlıyam deməsi ona baha başa gəlmişdi. Həm də döyülmüş halda Nazanın yanına necə dönəcəkdi? Özü özündən utanaraq dilləndi. Erməniyəm. Türklərə ölüm. Başqa çıxış yolu yoxdur. Mərdan da qışqırdı. Türklərə ölüm. Özü özlüyündə düşündü ki, onsuz da bu Türk deyilən hər halda biz deyilik. Biz Azərbaycanlıyıq. Türkdən mənə nə? Mərdandan soruşdular. Haradansan? Mərdan da cavab verdi. Cavab alanlar razı qalmış və inanmış olacaq ki, Türkə ölüm qışqıra-qışqıra getdilər. Mərdan da sonunda gəlib ikinci dükana çatdı. Buradasa Mərdanın Azərbaycanlı olduğunu kimsə bilmirdi. Daha doğrusu Mərdan buradan heç bir vaxt bazarlıq etməmişdi. Mərdan qapını açıb içəri girdi. Özünü təmkinli aparaq ermənicə dedi. Salam. Salam. Bir çörək ver. Qadın satıcı əyilərək arxa tərəfdən, rəfdən bir çörək götürərək dilləndi. Nümayişə görə gəlmisən? Bilirsən niyə soruşdum? Səni buralarda görməmişəm. Piştaxtanın altından araq butulkası və 2 qalın stəkanı çıxardı. Qalın stəkanın yarısına qədər araqla doldurdu. Başına qaldıraraq Mərdanın cavabını gözlədi. Hə, deyə cavab verən Mərdan xeyli yaşa dolmuş qadının nə etdiyinə baxırdı. Tələsdilər, amma yenə də içməyə dəyər. Götür. Qadın stəkanı başına çəkdi. Mərdanın içmədiyini görüb dedi. Niyə içmirsən? İş başındasınız? Qadın gülməyə başladı. Mərdanı arağın iyisi vurdu. Bir addım geri çəkildi və dilləndi. Bugün olmaz, sabah. Kim tələsdi? O iş başındasınız. Sualından bir şey anlamasa da özünü elə apardı ki, güya həqiqətən də o iş başındadır. Özünündə isə düşündü. Kənardan İrəvana nə məqsədlə ermənilər gəlməliymiş ki? Nə iş üçün? Bizimkiləri deyirəm də, torpaqları istəməyə hələ tezdir. Bu dəfə heç nə alınmayacaq. Yığıncaqda da dedim. Eşidən olmadı. Mərdan yenə heç nə başa düşməsə də yığıncaq sözündən duyuq düşərək soruşdu. Biz tərəfdə yığıncaq məşvərət az olur. Bəs siz tərəfdə? Əvvəllər yığıncaqlar gizlin olduğundan qabaqcadan gününü təyin edirdik. Yığışırdıq qabaqcadan müəyyənləşdirdiyimiz birinin evinə. İndi isə rəsmi olaraq erməni genosidinin qeyd olunmasına icazə alandan bəri elə hər həftə yığıncaqlarımız olur. Amma mənə elə gəlir ki, gərək yenə də əvvəlki vaxtlardakı kimi yığıncaqları gizlin keçirəydik. Onsuz da birliyimizin əmri ilə burada türklərə gün verib işıq verilmirdi. Nə idarələrdə, nə də təhsil ocaqlarında onları irəliləməyə qoymurduq. Nə kəndlərində inkişafa yol verilirdi, nə də oxuyanları burada bir gün görürdü. Tezliklə özləri baş götürüb gedəcəkdi. Gedirdilər də. Tez ayıltdıq onları, nahaqdan. O arağın yanındakı boşqabda olan xiyar turşusundan bir diştək aldı. Mərdanın eşitdikləri sanki yük olub başından asılmışdı. Sanki ayrı bir dünyaya düşmüşdü. Məntiqi başqa, düşüncəsi başqa, ideologiyası başqa bir dünyaya düşmüşdü. Və eşitdiklərini şuurlu sürətdə qavraya bilmirdi. Eşitdiklərini instinkt olaraq yaddaşına yazırdı. Amma eşitdiklərini indiyəcən öyrəşdiyi məntiqlə yoza bilmirdi və vərdiş etdiyinin əksinə yeni düşdüyü dünyanın qanunlarını beyni dərk edə bilmirdi. Amma özünü hələ də təmkinli aparmağa çalışırdı və deyəsən nail də olurdu. Hiddətini boğaraq dilləndi. Hə, bəlkə də tələsdik. Yəni deyirsən tələsməsək də bu türklər bezib gedəcəkdi. Bilirsən necə daybala? Bu türklər qəribə millətdir. Üzünə kükrəməyəsən gərək. Kükrədinsə vay halına. Gərək bunlarla meydanda dava etməyəsən. Bunlar meydanda basılmazdı. O bir stəkan arağı bir nəfəsə içdi. Xiyardan bir diştək də aldı və ağlını nümayiş etdirircəsinə birini tapdığına sevinərək danışmağa başladı. Tarix boyu türkləri kimsə meydanda məğlub etməyib. Hə? Özündən razı halda cümləsini uzatdı. Türkün bir nəfəri inan lap 10 adama güc gələr. Bunların üzünə gərək güləsən. Hə, düz deyirsən. Ürəkləri yufxadır. Üzünə ki güldün, ürəkləri yumşalır. Üzünə gül, əlində nəyi var al. Bicilik bilmirlər. Min düşmənçilik et, üzünə gül, şilləq vur, de ki bağışla bilmədim oldu. Xataydı, inanacaqlar. Hə, bu axmaq millət çox humanist xalqdır. Ona görə də gərək düşmənçiliyini bildirməyəsən bunlara. Hər işini əl altından gördünsə, düşmən olduğunu söyləmədinsə, hər şey əladır. Ağzını mırçıldadaraq yar turşusundan bir dişlək də aldı. Amma elə ki dedin düşmənəm səndən, inan şirə dönürlər. Qabaqlarında durmaq olmur. Bəs ziyalıları aldadıldıqlarını görmür. Mərdanın indiyəcən ən xoşuna gələn ifadələrdən biri humanist xalq ifadəsi idi. Və yalnız indi anladı ki, ermənilər
bu keyfiyyəti Azərbaycanlıların ən qəbahətli keyfiyyəti kimi görür. Bala, hələ cavansan. Deyim sən də bil. Bilirsən necədir? Bəs heç düşünmürsən birliyimizin yığdığı bu qədər pul hara gedir? Bilmirəm. Deyib Mərdən ürəyində düşündü. Nə pulu? Hansı pulu yığır bunlar? Hər ay gizlin olaraq yığdığımız pullar bu yolda işlənir də. Görünür ki, hansısa Azərbaycanlı ziyalısı nəsə duyuq düşüb, tez qonaqlıq veririk ki, desin erməni məni qonaqlayır. Mənsə bunlara düşmənçilik edəcəklərini düşünürəm. Beləcə utanır, fikrindən vaz keçir. Hə, o qəhqəhə çəkdi. Bu axmaq millətin rəhmi başqa millətlərə hörməti o qədər böyükdür ki, bir balaca iş gör onlara, ömrü boyu bellərində gəz. Gülməyə davam etdi. Mərdan ömründə ilk dəfə eşidirdi ki, sadəlövhlük, hörmətçilik, beynəlmiləsi olmaq axmaqlıqmış. Onun idealında belə olmaq varkən, indi eşitdiklərindən sonra əsəbini zorla boğurdu. Elə hamısı inanır? Əlbəttə ki, yox. Kim ki inanmır, vəzifə və ya pulla ələ almaq istəyirik. Ya da qızlarımızla ələ alırıq və yenə vəzifələr verdirib, xeyrimizə işlədirik. Gözlərini də qardaşlıq şüarları ilə tuturuq. İnanırlar, əsasən inanırlar. Amma inanmayanlar da olur. Bəs onda nə edirsiniz? Sən də ki, nə çoxdur yol qəzası, o da olmayanda vətən xaini, sovet düşməni etməyə nə var ki adamı? Elə desən ki, milli ədavət salır, bəsdir. Bəsdir ki, özlərini damlasın. Gözlərini süzərək qəhqəhə çəkdi. Axmaqlar. Satıcı qadın yenidən stəkana araq süzüb bir nəfəsə başına çəkdi. Piştaxtanın üstündə olan pendirdən bir parça kəsib ağzına atdı. Yenidən söhbətə davam etdi. Bilirsən necədir? Onların bir şairi vardı. Adı indi yadımdan çıxıb. O bilirsən nə deyirdi? Mərdan söhbətin kimdən getdiyini bilmirdi. Və onsuz da oynadığı rola əsasən daha da təəccüblə çiynini çəkərək dedi. Mən hardan tanıyım onların şairlərini? Yox, elə demə. Düşmənini məğlub etmək üçün gərək onların ziyalılarını tanıyasan. Ağıllarını gözdən salasan. Qanmazlarını irəli dartasan. Tərifləyəsən ki, həm düşmənin kör qalsın, həm də sən deyəsən, baxın görürsünüz, mən başqa xalqların ziyalılarını qiymətləndirirəm. Hə nəysə, o şair belə deyirdi. Qoy yatanlar yatsın, oyatmayın. Bəs onlar da dəli deyil ki, başa düşmürlər. Qadın qəşş edərək güldü. Əlinə vuraraq yenidən güldü. Yenidən süzdüyü arağı içərək dilləndi. Sən nə saf uşaqsan. Başa düşsələr, başa düşərdilər də deyəcəm. İndi isə ayıltdıq. Bəlkə indən sonra ayılalar. Bax, bunu bilmirəm. İndiyəcən ayılmayıblar. Mərdan gülümsəməyə çalışdı. Qadınsa danışırdı. Birliyimizin təlimatına əsasən bütün ziyalılarımız onların hər qəzetini, hər yazıcı şairin yazdığı əsərləri izləyirlər. Görəndə ki, o yazıçılardan hansısa Azərbaycanın milli şuurunu oyatmaq istəyir, bu barədə tarixlərinin aydınlanması barədə nəsə yazır, ya da ki, bu yolda araşdırmağa başlamaq istəyir, onu vururuq. Necə? Necə yəni vururuq? Azərbaycanlıların bir pis cəhəti var. Özləri üçün pisdir, güldü. Bizim üçünsə qiyamətdir. Özləri özlərinin paxıllığını çəkir. Məsələn, biri görəndə ki, o biri ondan bacarıqlıdır, ondan savadlıdır, xalqı naminə ona yol vermək əvəzinə çalışır onu vursun. Qadın əlinə vurdu və danışmağa davam etdi. Bizimkilər də bundan istifadə edir. Hər kəsin yanında o axmaqları başlayır tərifləməyə. O savadsız axmaqlar da baxır ki, biz onları dəstəkləyirik, öz savadlılarını vurmaqla bizə kömək edir. O axmaqlar özləri başlayır hər yerdə deməyə ki, filan kəs milli ədavət yaratmaq istəyir. Beləcə ya vəzifədən uzaqlaşdırırlar onları, ya da damğalayırlar. Öz ağlını nümayiş etdiyinə sevinən erməni satıcı gülərək fikrini tamamladı. Bax, belə vururuq. Doğrudan, o axmaqlar da bizim əsl niyyətimizi anlamadığından əsla öz xalqlarının uğrunda bizim əksimizə söz deyə bilmirlər. Fikirləşirlər ermənilər millətçi olsa mənə niyə dəstək olur? Daha demir ki, bizə onu kimi kütbeyinlər lazımdır. Xalqlarının başında oturacaq. Ona görə də onu tərifləyirik. Onların bir atalar məsəli var, hansı? Bir dəli quyuya bir daş atdı, 100 ağıllı daşı çıxarda bilmədi. Qadın elə güldü ki, az qala ürəyi partlasın. Bilirsən bu millət necədir? Əslində çox güclüdülər, ağıllıdırlar, savadlıdırlar. Amma paxıldılar. Birlik nədir bilmirlər. Görmürsən adlarını qoyublar Azərbaycanlı, Türk sözünün nə olduğunu bilmirlər. Hər şeyi tez unudurlar. Belə olmasa bunların qabağında kimsə dura bilməz. Heç ruslar da bunları tuta bilməz. Hə, düz deyirsən, bunların atalar sözlərindən bəllidir ki, ağıllıdırlar. Nə olsun? Atalar misallarını güya düzgün dərk edirlər, etmirlər. Yox, hardan? Elə olsa günümüz qarı olardı.
Məsələn, onlarda bir atalar sözü var. Qoy görüm necə idi? Hə, yadıma düşdü. Belədir. Dost dosta tən gərək, tən olmasa gen gərək. Anlasalar bizlərlə dostluq, qardaşlıq edərlər. Qırıb çatmışıq onları. Yenə də xeyri yoxdur. Hamısını unudublar. Yenə dostluq, qardaşıq deyirlər. Bilirsən o söz deyən ataya necə yazığım gəlir? Təsəvvür edirsən ki, o yazıq Azərbaycanlıların gözünü açmaq üçün gözəl, hətta dahiyanə bir söz deyib. Amma anlayan yoxdur. O nəfəsi kəsilənəcən güldü. Gözlərindən yaş gəldi. Əgər həmin ata millətinin onu anlamayıb, özünü uçuruma aparmasını görsə nə edərdi? Yəqin ürəyi partlayardı. Qadın qəşq edərək gülməyə başladı. Yenə gülməkdən gözlərindən yaş gəldi. Mərdan sağlamamaq üçün özünü güclə saxlayırdı. Səhərdən özünü güya dahi, ali insan kimi aparmaq istəyirdi. Öz ağlınca düşmənçiliyi unutmağı dahilik bilirdi. Bir erməni qadınısa gülərək belələrinin bir sözlə necə ifadə edirdi? Axmaqlar. Qadın sonunda gülüb sustu. Gözünün yaşını sildi və davam etdi. Onlarda bir atalar sözü var. Belədir. Dostlar gündə tanınar. Bunlarsa heç sayılmırlar. Bəlkə də mən düz demirəm. Tələsməmişik. Bunlar dostunu, düşmənini tanıyan deyil. Bəs biz nə vaxtacan onlara düşmənçilik edəcəyik? Sonsuzacan. Var yoxlarını əllərindən alanacan. Onları məhv edənəcən. Niyə? Necə yəni niyə? Sən deyəsən bu türkləri tanımırsan. Yadında saxla ki, dünyanın qorxduğu tək bir millət var. O da türklərdir. Bunlar kimi döyüşkən, dönməz, qorxmaz millət yoxdur. Amma xoşbəxtçilikdən paramparçadılar. Birlik nədir anlamırlar. Hə, bunları yığıncaqda bütün baş bilənlərimiz dəfələrlə deyib. Hətta bunu belə pıçıltı ilə deyirlər. Çünki bunların körlüğü həmişə belə qalacaq demək deyil. Əgər bunlar əvvəlki kimi birlik olsa, hər cəhətdən bunlara çatacaq dövlət, millət olmayacaq. O yüzdən bütün dövlətlər bunların başını bu cür qatmağa çalışır. Məsələn, keçən yığıncaqların birində bir tarixçimiz dedi ki, nə yaxşı ki, 1946-cı ildə Amerika Birləşmiş Ştatları, İngiltərə və Rusiya Cənubi Azərbaycana birləşdirməyə qoymadılar. Yoxsa deyirlər Qafqazda da, hələ gələcəkdə Avrasiyada da ən güclü dövlətlərdən biri Azərbaycan olacaqdı. Təsəvvür edirsən bütöv Azərbaycanla Türkiyə birlik olsa kim qabaqlarında dura bilərdi? Qadının gözü böyüdü. Allah göstərməsin, sinəsinə xaç çəkdi. Bu vaxt içəriyə bir nəfər girdi. Bazarlıq etmək istəyirdi. Amma satıcı qadın yaşlı kişi ağzından çıxanı deməyə başladı. Rədd ol buradan. Türklərə heç nə satılmır. Qızım, niyə belə edirsiniz ki? Bizim sizə nə pisliyimiz dəyib ki? Bizi qırmısınız. Buralar bizimdir. Rədd olun, türk əclafları. Ay qızım, yaxşı yadımdadır sizin bura köçməyiniz. Sən gəncsdin, uşaqların lap körpə idi. Onda sizə əlimizdən gələni edirdik. Atam məni kirva adlandırırdı. Sən mənə əmi deyirdin. Qızım, evimizi evin bilirdin. Hər dəfə deyirdin sağ olun. Siz olmasanız qırılacaqdı qazından. İndi nə oldu, nə dəyişdi? Nə vaxtdan sizin oldu buralar? Atam mənim qucağımda can verib. Heç utanmırsan belə danışmağa? Yaşlı kişi qadının bu qədər qəddarcasına danışmasına baxmayaraq bir ata mərhəməti ilə danışırdı. Satıcı qadın qızardı. Bir xeyli sustu, amma sonra dinləndi. Səni görsələr səni də məni də incidərlər. Gedin, mənim də balalarım var. Kişi başını aşağı saldı. Sanki günahkar o idi, sönüb getdi. Satıcı qadın niyəsə pərt olmuşdu. Mərdanı süzərək. Bax, axmaq türklərdən biri də bu qocadır. Amma onların rəhmi, mərhəməti bizi yolumuzdan döndərə bilməz. Gülümsəməyə çalışdı. Mərdan çörəyin pulunu verib çıxdı. Küçə ilə addımlamağa başladı. Mərdanın pəncərələrdən süzülən işıqlardan yaranan kölgəsi yerlə sürünərək arxasınca gedirdi. Kirədə qaldığı evə cəmi 2 itin qalmışdı. Qarşıda bir dəstə erməni yığılmışdı. Yanlarında bir milis nəfəri də vardı. Mərdan üzdən milisi tanıdı. Onu küçədə tez-tez görürdü. Şübhəsiz ki, o bir əraziyə baxan milis bölməsində işləyirdi. Mərdan dəstənin yaxınlığından keçərkən ürəyində lənət deyə-deyə üzdə ermənicə axşamınız xeyir dedi. Susub gələni izləyən dəstədən də bəziləri axşamın xeyir dedi. Bəziləri sadəcə başını yırğaladı. Mərdan daha heç nə demədən onların yanından ötüb keçmək istəyirdi ki, milis işçisinin onu diqqətlə izlədiyini hiss etdi. Özünü görməməzliyə vurdu. Təlaşını hiss etdirməməyə çalışaraq addımlarını tezləşdirdi. Amma hər addımını atması sanki saatlarla çəkirdi. Erməni milisi yanlarındakılara nəsə pıçıldadı. Milisin pıçıltı ilə danışmasına baxmayaraq,
o Türktür sözünü Mərdan aydınca eşitdi. Sözün bitməsilə ayaq səsləri eşidilməyə başladı. Mərdanın erməni dəstəsinin yanından keçərkən atdığı hər addım saatlarla çəkmişdi. İndi arxasından yaxınlaşan addımlar saniyə belə çəkmirdi. Ani olaraq Mərdan düşündü ki, qaçmaq lazımdır. Amma qaçmadı. Çünki onu təqib edənlərlə ermənicə salam deyərək yanlarından keçməsinə görə elə o andaca hiss edirdi ki, özünə nifrət edir. Birdən ürəyindən keçdi ki, deyəsən ömrü boyu buna görə özünə nifrət edəcək. Bayaqdan Mərdana adi, bayağı gələn türk sözü niyəsə indi, yalnız indi doğma gəldi və bu doğmalığa ermənilərin necə nifrət etdiyini, bu nifrətin sonsuzacan çəkəcəyini elə içdən hiss etdi ki, bu sonsuzluğun elə bu andaca bitməsi üçün bu nifrəti özünün fiziki olaraq da hiss etməsi üçün addımlarını daha da yavaşıtdı. Artıq bir neçə saniyədən sonra Mərdan ermənilər tərəfdən dövrəyə alınmışdı. Onu dövrəyə alan ermənilər it kimi ulaşırdı. Küçə itləri leş görəndə necə sevinirdisə, necə ulayırdılarsa, bax bu ermənilər də eləcə ulaşırdı. Sevinərək ulaşırdı. Ermənilərdən biri Mərdana sillə vuraraq qışqırdı. Ara sən türksən? Mərdan vurulan şillədən halını pozmadan sakit halda dedi. Siz əgər Azərbaycanlılara türk deyirsinizsə, hə türkəm. Nə olub ki? Ara buna baxın, hələ bir cavab da verir. Erməni yenidən şillə vurmaq istədi. Əlini havaya qaldıraraq Mərdanın sifətinə doğru atdı. Erməninin əli havaya qalxanda ermənilər bağırmağa başladı. Vur, türk itini vur. Arxa planda qalan erməni milisi isə özündən razı halda onlara baxırdı. Erməni milisinin sifətində xoşbəxtlik rənglərini almış təbəssüm vardı. Mərdanı dövrəyə almış bir başqa erməni yumruğunu düyünləmişdi. Ovun parçalanması anını gözləyən çaqqalın gözündəki işıltı o erməninin gözündə bərq vururdu. Bir başqa erməni isə əsrlərcə intiqam almaq hissi ilə yaşayan şeytan kimi dodaqlarını gəmirirdi. Mərdana tərəf atılan əlin onun sifətinə dəyməsinə bir qarış qalmışdı ki, o başını arxaya çəkdi. Erməninin əli boşa keçdi. Erməni tarazlığını itirdi. Az qala yıxılacaqdı. Mərdansa halını pozmadan sakit səslə asta-asta dedi. Belə etmənizin səbəbi nədir? Məni tanımırsınız belə. Nə pisliyi görmüsünüz? Türk dediklərinizdən şəxsən nə pislik görmüsünüz? Nədir nifrətinizin səbəbi? Qəribə olsa da Mərdanın içindəki bütün narahatlıq bir əminliklə əvəz olunmuşdu və elə bu əminliyə xas qətiyyətlə danışırdı. Əli boşa çıxan erməninin ürəyində qəribə bir hiss baş qaldırmışdı. Bu hissin tanınan tərəfi qorxu idi. Digər tərəfini isə o erməni dərk edə bilmirdi və ona görə də çaşqın halda idi. Dəstənin başçısı o olduğundan digərləri onun nə edəcəyini və ya nə əmr edəcəyini gözləyirdi. O erməni isə elə bir vəziyyətə düşmüşdü ki, nifrəti əvvəlki itiliyini itirmişdi. Erməni dumanlı beyinlə Mərdana cavab verməyə çalışdı. Nə olsun səni tanımıram. Babaların bizə pislik edib, bizi qırıb. O Mərdanın gözündəki parıltını gördü və bu parıltı sanki onun gözünü qamaşdıraraq qəlbinə bir gizilti salmışdı. Mən uşaq olanda burada, İrəvanda ermənilər bayraq sayı idi. Sizi gələndə mehribanlıqla qarşıladı. Hətta sizə görə xalqımı yurtlarından köçürdülər. Pislik dediyiniz budur. Səsində qəribə bir ton yaranmışdı. Pislik dedikdə bunu nəzərdə tutursunuz. Gözünü qıydı. İndi isə torpaq istəyirsiniz. Hansı torpağı? Hansı haqla? Bəs xalqlar dostluğuna nə oldu? Mərdanın sözləri şillə kimi açıldı. Amma erməninin şilləsindən fərqli olaraq tam hədəfə dəymişdi. Erməni milisinin üzündəki təbəssüm işığı söndü. Ermənilər bir-birinin üzünə baxırdı. Hamısı biri-birindən imdad istəyirdi. Hamı gözləyirdi ki, ani olan bu sualın cavabını hər hansısa yolla kimsə versin. Cavabı qaranlıqdan işığa çıxaraq daha aydın görünən erməni milisi verdi. Bura əvvəldən bizim olub. Siz türklərsə bizi qırıb qovmusunuz. Bildiyim erməniləri aralayaraq gəlib Mərdanın qarşısında dayandı. Bizim köhnə kənddə tikilmiş olan məscidin 1000-ə yaxın yaşı vardı. Ərəb əlifbası ilə yazılmış, bu günəcən gəlib çatan 10-11 əsr yaşı olan qəbirlərlə doludur kəndimiz. Elə isə hansı əvvəldən danışırsan sən?
Yox, əgər sizi dediyiniz türklər qırıbsa, niyə qırıb? Çünki onlar güclü idi, böyük dövlət idi. Bütün torpaqların sahibi olmaq istəyirdi türklər. Mən biləni güclü biri başqa milləti qırmaq istəsəydi, qırılan millət bu günə qədər gəlib çıxmazdı. Siz isə yaşayırsınız. Bütün torpaqları siz deyən şəkildə sahib olmaq istəyən dövlət gərək sizi də, gürcüləri də qıraydı. Amma tarix boyu güclü dövlət gücsüzü yalnız var dövlət üstündə işğal edib. Məsələn, gürcülər zəlzələyə düçar olmuş Gəncənin qapısını belə uğurlayıb Gürcüstana gətiriblər. Amma bu gün biz heç gürcüləri qırmaqdan danışmırıq. Çünki vəhşilik heyvana aiddir. Ermənilər çaşıb qalmışdı. Deməyə söz axtarırdılar. Amma deyəsən cavab üçün söz yoxdur. Milis işçisi üzündəki təbəssümün itməsinə yamanca əsəbləşmişdi. Qəlbi deyilənlərdən sonra yumşalmaq əvəzinə, beyni doğrunu səhvi düşünmək əvəzinə daha da kinlə doldu. Düşündü ki, buna bax, bir türkün əlində aciz qalmışıq. Elə ona görə də atalarımız düz deyiblər. Türkdən qorxmaq lazımdır. Türkün susanı belə qorxuludur. Sakit dayananı belə qəzəbləndimi şirə dönür. Onları gərək qırıb qurtaraq, yoxsa bizə rahatlıq yoxdur. Doğrudan da indi bir türk bizimlə elə danışır ki, elə bil təklənən o yox, bizik. Elə belələrinin başını əzmək lazımdır. Milis işçisinin şəxsiyyəti ilə vəzifəsinin tələbləri arasında elə bir ziddiyyət vardı ki, arasında heç bir oxşarlıq, vəhdət tapmaq mümkün değildi. Milis işçisi bağırdı. Nə dayanmısınız qorxaqlar? Bu bir türkdür. Türkə ölüm. Türkün yaxşısı ölüsüdür. Dodağının altında mızıldandı. Bunun yekəxana cavabına bax. Türkə ölüm sözü bir-birinə qarışdı. Mərdanın yalnız indi gözünə sataşdı ki, pəncərələrdən, aralanmış pərdələr arxasından sifətlər onlara baxır. Bu sifətlərdə elə bir təbəssüm, elə bir sevinç vardı ki, sözlə ifadə ediləsi deyildi. Bu sifətlərdə xalqlar dostluğu, Sovet qardaşlığı sözlərini arayan Mərdan nə qədər yanıldığının, xalqının nə qədər aldadıldığını indi anladı. Bütün sifətlər Mərdana eyni gəldi. Bütün sifətlər necə də bir-birinə oxşayırdı. Bütün sifətlərdə təbəssüm, Mərdana baxan gözlərdə isə ölüm qoxan kin nifrət vardı. Ermənilər hamısı eyni anda Mərdanın üstünə cumdu. Mərdan zərbələr altında səndələdi. O hətta bədənindən gələn ağrıların haradan gəldiyini belə hiss etmə iqtidarında deyildi. Deyəsən ağrı bütün bədənindən gəlirdi. Hə, bütün bədənindən. İlk anda vurulan zərbələrdən Mərdanın əlindəki çörək yerə düşdü. Xalqının müqəddəs bildiyi, öpüb gözünün üstünə qoyduğu çörək yerdə idi. Dava illərində həsrətində olduğu, xalqının ruslarla bölüşdüyü, sonra yurduna, İrəvana gələn minlərlə erməni ilə bölüşdüyü çörək yerdə idi. Mərdanı vuran erməni çörəyi tapdaladı. İndi çörəklə Mərdanın bədəni üzü eyni idi. Mərdanın bədəni üzü paramparça olmuşdu. Təkcə çörəyin qanı olmadığından qanı axmırdı. Mərdanınsa üzü başı qan içində idi. Vurulmasına baxmayaraq o yalnız yerə düşən çörəyi düşünürdü. Bəli, yalnız çörəyi. Ayağına dayan zərbədə Mərdan yerə çökdü. İndi üzündən tökülən qan çörəyi də qana batırdı. Ona dəyən zərbələrlə eşitdiyi türkə ölüm sözlərinə fikir verməyən Mərdan xəyallar dünyasında uçurdu. Niyəsini bilmədən, qeyri-şuuru, bəlkə indiyəcən heç xatırlamadığı qoca dədə gözünün önünə gəldi. İndi, niyəsə məhz indi xatırladı onu. Bütün kəndin o qoca ağsaqqalı, dədə çağırdığı, cəmi 4 hərf, dədə, vəssalam. Qoca dədə deyirdi, çörəyi tapdayan, çörəyin qədrini bilməyənə insan demək olmaz. Çörəyin qədrini bilməyən, çörəyi itirən, haqqı bilməz. Qapında çörək yeyən, səninlə düşmən olsa ondan sənə əsla dost olmaz. Mərdan başını hərləyib ətrafa baxdı. Onun döyülmə səhnəsini izləyən, onun döyülməsindən ləzzət alan milisə baxdı. Sonra pəncərələrdən boylanan, qımışmış sifətlərə baxdı. Bir yerə düşmüş, tapdanmış, öz qanına bulanmış çörəyə baxdı. Bir də ki, yəqin qızdırdığı yeməyi soyuyan,
hamilə olan Nazanı düşündü və düşüncələrinin içində bir səs beynində əks-səda verdi. Türk sənin ananı, Türk səni əkəni, Türk sənin soyunu. Onu vuran ermənilər onu söyürdü. Mərdanın əsəbdən sifəti əsdi, bağırdı. Var gücü ilə bağırdı. Ona tərəf atılan ayağı tutaraq ayağa qalxması və o ermənini havaya qaldıraraq yerə çırpması bəlkə də saniyə çəkmədi. Erməni yerə dəyəndə yalnız bir səs gəldi. Zık. Mərdan ona dəyən zərbələrə əhəmiyyət vermədən gözünü kəsdirdiyi ermənini bir-bir havaya qaldıraraq yerə çırpırdı. Mərdanın güclü güləşçi olduğunu Ulusoyda hamı bilirdi. Buradasa bu ermənilərsə bunu çox gec bilmişdi. Ermənilər qarşısındakı Mərdanın güclü olmasına yalnız bir sözlə bitən nidalar dəlalət edirdi. Zık. Mərdan bu erməniləri vurmurdu, yumruqlamırdı. Ona niyəsə elə gəlirdi ki, bunları yumşaq şəkildə desək, yalnız zibil torbası kimi yerə çırpmaq lazımdır. Bütün ermənilər yerə sərilmişdi. Milisdən başqa cəmi bir erməni qalmışdı. Ötkəm danışan, Mərdana şillə ilə vuran bu erməni indi Mərdanın onun üstünə gəlməsini görəndə qorxusundan qaça da bilmədi. Yalnız qalın səsinin əvəzinə cır səslə bağırdı. Daha doğrusu yalvardı. Qurban olum, vurma, vurma, bağışla məni, itin olum, bağışla. Mərdanın onun yalvarmasına məhəl qoymadan yaxınlaşdığını gördükdə isə daha cır səslə bağırdı. Qoymayın, türklər bizi öldürür, qoymayın. Bu küçədə ermənilərdən başqa cəmi bir türk vardı. Mərdan. Mərdan barmaqlarını nə yumruq kimi tam düyünlədi, nə də ki şillə şəklində tam açıq qoydu. Yarı yumulu əli ilə bu erməniyə möhkəm bir şillə çəkdi. Arxasınca erməninin yekəliyinə baxmayaraq tam başının üzərinə qaldırdı. Amma əvvəlki ermənilər kimi anidən yerə çırpmadı. Küçənin ortasında ağır-ağır 360 dərəcə döndü. Pəncərədən boylanan oxşar sifətlərə baxdı. O sifətlərin bəziləri artıq pəncərədən boylanmağa belə cürət etmirdi. Boylananlarsa pərdənin arxasından zorla görünürdü. Sifətlərindəki sevincdən əsər əlamət yoxdur. Mərdan başının üzərindəki ermənini milisin qabağına doğru zibil torbası kimi yerə çırpdı. Bu erməni milisi isə qorxusundan barı danışa belə bilmirdi. Ağzını açıb yumurdu. Bu halda o sudan çıxarılan balığa bənzəyirdi. Gözləri böyümüşdü və ağzını açıb yumurdu. Səsi isə çıxmırdı. Milis işçisinin ayaqları sözünə baxmadan əsirdi. Qaçmaq istədi, amma heç geri belə dönə bilmədi. Mərdan erməni milisinə çatmadan bu dəfə bir sözlü başqa nida eşidildi. Şır. Milisin qurşağından aşağı, şalvarının ətəyindən aşağıya sarı rəngli maye axmağa başladı. Yerə sərilən ermənilər bir-bir aradan çıxmışdı. Küçədə bir milis işçisi, bir pal-paltarı cırılmış, qan içində olan Mərdan və yerdə tapdalanmış, qana bulanmış çörək qalmışdı. 3-4 tin uzaqdan səsə gələn hərbiçilər göründü. Onlar Mərdangil tərəfə gəlirdi. Mərdan evdən çıxandan sonra Nazan xeyli arxasınca baxdı. Sonra əlini havaya qaldıraraq dedi: "Sən özün kömək ol Allahım. Sağ gedib gəlsin." Sonra yeməyi qızdırmaq üçün odun sobasını qaladı. Günortadan qalan yeməyi qızdırmaq üçün sobanın üstünə qoydu. Masanın üstünə 2 boş qab və 2 qaşıq qoydu. Yemək artıq qızmışdı. Xeyli vaxt keçmişdi. Nazanın təxmininə görə Mərdan artıq qayıtmalı idi. Mərdansa hələ gəlməmişdi. Pəncərədən Mərdan gedən istiqamətə boylandı. Amma Mərdan görsənmirdi. O pəncərədən boylana-boylana düşüncəyə daldı. Ermənilər niyə belə edir? Mən inanmıram ki, onların hamısı pisdir. Qozbel Vartan da pis ola bilər. Amma ermənilərin hamısı gördüyümüz kimidir demək deyil ki. Ola bilər ki, elə yaxşı ermənilər var ki, biz görməmişik. Hə, ola bilər, əlbəttə. Məsələn, milisdə olan ermənilər pis ola bilərmi ki? Əlbəttə ola bilməz. Axı onlar Sovet qanunlarına hörmətlə yanaşır və Sovet xalqının əsayişini qorumaq onların nəinki vəzifə borclarıdır, hətta həyat tərzləridir. Axı onlar bütün Sovet vətəndaşlarını qorumağı tək vəzifə xatirinə etmirlər.
Əksinə, onlar sosialist cəmiyyətinin ideologiyasını daha dərindən başa düşdüklərindən bu onlar üçün bir vicdan məsələsidir. Nə olsun ki, bəzi ağılsızlar Naxçıvan, Qarabağ istəyir. Kim verər onlara torpağını? Biz Sovet xalqıyıq, qardaşıq. Tezliklə bu problemlər də yoluna qoyulacaq. Xalqı yerindən zorla qovmayacaqlar ki. Bunu qardaş xalqlar, böyük Rus xalqı, öz xalqımız, rəhbərlik görə-görə edə bilməzlər. Bu boş söhbətdir. Mənim övladım Sovet xalqının ən gözəl günlərini görəcək. O Sovet xalqını tərənnüm edəcək. Nazan bunu düşünə-düşünə şişmiş qarnını sığallayırdı. O düşünməyə davam etdi. Mən Sovet xalqının xoşbəxt analarından, qadınlarından oladam. Çünki biz Sovetlərik. Biz SSRİ-də yaşayırıq. Nə biz haqqı alınan, söz haqqı olmayan zənciyik, nə də ki bizim dövlət başqa dövlətlər kimidir. Burada bütün xalqlar bərabər hüquqa malikdir. Bu dövlətdə milli düşmənçilik yoxdur. Bu bədnam hərəkətləri törədənlərsə cahil insanların, xalqların qardaşlığını istəməyənlərin son çırpıntılarıdır. Bəli, bəli, Nazan dediklərindən cuşa gəlirdi. Zaman da isbat edəcək ki, ermənilərin içində də yaxşı insanlar var. Yalnız analıq hissi olan qadınlar var. Yalnız Sovet qardaşlığını pozanlara qarşı vuruşan insanlar var. Belələri daha çoxdur. O günü ali, insani hisslərdən uzaq olan, qardaş xalqların birliyini pozmaq istəyənlər, belə ixtişaş törədən ermənilər də utanacaq. Sonsuzacan sülh olacaq. Bu günlərin pis üzünü unudaraq sevinç qalacaq bizə. Bəli, bəli, sevinç qalacaq bu ixtişaşlı günlərdən bizə. Biz qardaş xalqlarıq. Bu birliyi kim poza bilər? Mərdan isə gəlmirdi. Nazan düşüncədə olduğundan zamanın necə keçdiyindən xəbəri yoxdur. Sobadakı köz artıq külə, üstündəki yemək artıq buza dönmüşdü. Sovet xalqlarının qardaşlığını düşünən, bu qardaşlığa səmimi qəlbdən inanan Nazanın əri Mərdanısa elə o anda cəmi 2-3 tin uzaqda erməni qardaşları yumruqlayırdı. Erməni milisi bu hala kənardan baxaraq həzz alırdı. Pəncərədən boylanan ermənilərsə elə valeh edəcək bir şəkildə Mərdanın döyülməsinə baxırdılar ki, sanki döyənlər nağıllardakı nağıl qəhrəmanları, döyülən Mərdansa o nağıllardakı bütün zülmlərin baiskarı olan divdir, cindir. Mərdanın qoca dədənin sözlərini xatırlayaraq bağırdığı anda Nazan qarnında sancı duydu. Sanki kimsə içəridən qarnına təpiklə vururdu. Nazan Mərdanın qardaş xalq dediyi ermənilər tərəfindən döyüldüyünü hiss etməsə də, içindəki varlıq sanki atasının halından xəbərdardı. Ona görə də dünyaya gəlmək, bütün varlığı ilə bağırmaq istəyirdi. Atasının səsinə hay vermək istəyirdi. Amma hələ tezdir. Onun dünyaya gəlməsinə 2 ay vardı. Nazan bu sancıdan sonra sanki ayıldı. Qurduğu xəyal dünyasından real dünyaya qayıtdı. Sanki indi anladı ki, günorta küçədə Azərbaycanlı oğlanı döyən ermənilər, buna göz yuman milis onun biricik sevgilisinə, Mərdana da xələl yetirə bilər. Qurduğu xoş xəyallardan sifətinə çökən təbəssümü heç hiss etdiyi sancı da dəyişə bilməmişdi. Amma indi ağlına gələnlərdən sifətindəki o təbəssüm əriyib yox oldu. Gözləri böyüdü, üzündə təlaş yuva qurdu. Yalnız bircə kəlmə pıçıldaya bildi. Mərdan.